Növbəti sualımız hesablamadır müəllimlər. Gəlin baxaq, hesablayın. Birinci növbədə mötərizənin içərisindən başlayaq. Müəllim, bu ifadə neçədir? Yəni 205.050-ni 1367-yə böləndə 150-dir. Buraya yazıram 150 plus 32-ni 15-ə vuranda 480-dir. Buraya yazıram 150 üzərinə gəlinsin 480 vurulsun 3 minus. 459.000 müəllimlər 68-dən 68-i 628-ə bölsəm 731 edəcək. Yəni minus 731 150 üzərinə gəl 480. Bu ifadəni 3-ə vuracağın olacaq 1890 minus 731. 1890-dan 731 çıxsaq olacaq 1159. 7-ci sualımız üçün doğru cavab B variantıdır hocalar. Davam edəcəm müəllimlər. Növbəti sualımızla görək. Növbəti sualda səndən nə soruşuram müəllim? Davam edirik müəllimlər növbəti sualımızla. Növbəti suala bax. Həcmi 216 kub santimetr olan kubun tam səthi eni bu kubun tinlə bərabər. Baxın müəllimlər. Bir dənə kub var. Gəlin bir dənə kub çəkirəm. Bu kubu çəkdik. Kubun həcmi V bərabərdir A kubu 216-dırsa, kubun tili 6 santimetrdir. Yəni nəyin kubu 216-dır? 6-nın. Bunu yazdıq. İndi. Bir dənə kuboid var. Kuboidi çəkirəm müəllimlər. Bax bu kuboidi çəkək. Sənə deyirəm ki, bu kuboidin eni bu kubun tinlə bərabərdir. Yəni eni 6-dır. Uzunluğu 12-dir. Uzunluğuna 12 yazıram. Hündürlüyü isə uzunluğunun 75%-dir. 12-nin 75%-i neçədir müəllimlər? 9 santimetrdir. Hündürlüyü 9-dur. Sizdən bu kuboidin tam səthinin sahəsini tapmağı soruşuram hələ ki. Kuboidin tam səthinin sahəsi 2 vurulsun. A, B, B, C və AC-dir. Buradan hesablama aparsaq 2 vurulsun. 9 vur 6, 9 vur 12, 6 vurulsun 12. Bu bərabərdir 2 vurulsun. 54 üzərinə gəl 108, üzərinə gəl 72. Bu bərabər olacaq neçəyə müəllimlər? Hesablama aparsanız 234'ü 2'ye vursan bu bərabərdir 468 kvadrat santimetr. Kuboidin tam səthinin sahəsi 468'dir. Kubun tam səthinin sahəsi nə qədərdir? S bərabərdir 6A kvadratıdır. 6 vur 6'nın kvadratı olacaq 216 kvadrat santimetr. Səndən bunların fərqini soruşuram. Bunların fərqi neçə edəcək? Elmin müəllim tapdıq da 468'dən 216'nı çıxaq. Bəli, 468'dən 216'nı çıxsanız cavab 252 edəcək. Bu sualımız üçün doğru cavab D variantıdır müəllimlər. D yazanlar əhsən, tamamilə doğrudur. Davam edirik növbəti sualımızla. Növbəti sual 9-cu sualdır. Yaş məsələsi ilə bağlı mən deyərdim ki, kifayət qədər rahat bir sualdır müəllimlər.
ana ve kızından söhbət gedir. Bura yazıram ana, bura yazıram kızı. Ananın yaşı kızının yaşından 3 dəfə böyükdür. Kıza x desəm, ana olacaq 3x. 3 yıl sonra ana ile kızın yaşları cəmi 54 olar. 3 yıl sonra 2 nəfərin yaşları cəmi 54-dürsə, 54-dən 2 dənə 3 çıxıram. Hal-hazırda bunların yaşları cəmi 48-dir. Bu qədər. Hesablama aparsanız 4x 48'dir, x 12'dir. Başka cür desək, kızın 12 yaşı var, ananın 36 yaşı var. Sizdən soruşuram. 7 il əvvəl ananın neçə yaşı var idi? Ananın indi 36 yaşı varsa, 7 il əvvəl bunun yaşı 7 yaş az olar. Yəni 29 olar müəllim. Y variantı 9-cu sual üçün bizim doğru cavabdır. Rahat bir sualdır.